Salam değerli izleyiciler, əziz tamaşaçılar. Güney Azərbaycan televiziyasının efirində yayınlanan bizim mövqe verilişini izləyirsiniz. Studiyada Rusif Məmmədsoydu. Tarixlər 4 dekabr 2025-ci ili göstərir. Bugünkü müzakirəmizdə çox önəmli məsələlərdən bəhs eləyəcəyik. Cənub qonşumuza edilən önəmli səfərlər var. Bu səfərin pərdə arxasındakı detalları sizlərə çatdırmağa çalışacağıq. Ekranlara yaxın əyləşin, bugünkü müzakirəmizi hökmən sona qədər izləyin ki, siz də baş verənlərdən və yaxud da bundan sonra baş verəcəklərdən bizim vasitəmizlə xəbərdar olasınız. Söhbət hörmətli Hakan Fidanın İran səfəri, orada həm Məsud Pezeşkiyanla, həm də İranlı həmkarla keçirdiyi görüşlər, daha sonra İran tərəfinin vermiş olduğu açıqlamalara görə diplomatik danışıqlar davam edir pərdə arxasında və xüsusilə də Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyip Ərdoğanın İrana səfəri gözlənilir. Bu səfərin arxasında hansı xüsusi amillər var? Bax, onları birlikdə təhlil etməyə çalışacağıq. Qeyd edək ki, verilişimizin birinci qonağı araşdırmacı jurnalist hörmətli Heydər Oğuzdur. Xoş gördük Heydər bəy, hər vaxtınız xeyir olsun. Hoş gördük Yusuf Bey. Ben sizi de tamaşaçıları da salamlayıram. Əziz tamaşaçılar, dəyərli Günas TV izləyiciləri, hazırda bizi həm Uydu.pk həm də YouTube üzərindən izləyirsiniz. Xüsusilə YouTube üzərindən izləyən dostlarımız lütfən hər kəs yayımı bəyənsin, paylaşsın və şərh bölməsində mövzumuzla bağlı fikirlərinizi bölüşməyi də unutmayın lütfən. Hörmətli Heydər bəy, sualı çox uzatmayacağım. Lakonik bir sual ünvanlayacağım sizə. Ümumi bir analiz istəyirəm şübhəsiz. Həm Türkiyənin Xarici İşlər Naziri hörmətli Hakan Fidanın səfəri İrana, həm də daha sonra gedən danışıqlara görə Rəcəb Tayyip Ərdoğanın da İrana səfəri gözlənilir. Bu səfərləri nəyə borcluyuq? İran ətrafında çox ciddi məsələlər müzakirə olunur. Bilirsiniz ki, İsrail ilə İran arasındakı müharibə öz məqsədinə çatmadı. Yəni, İsrail qarşısına qoyduğu məqsədə tam nail olmadı və növbəti hücumlar gözlənilir İrana. Və İrana təkcə İsraildən hücumlar gözlənmir. Həm də Ərəb ölkələrinin də İsrailə yaxın olan xüsusilə Ərəb ölkələrini İranla döyüşdürmək istəyirlər. Buna biz Birləşmiş Ərəb Əmirliklərini misal göstərə bilərik. Bugün ya dünən idi, bilmirəm, deyəsən bugün idi. O Ərəb Körfəz ölkələri İşbirliyi Şurası vardı. Onlar bir bəyanat vermişlər. O bəyanatda 3 ada məsələsinə, yəni Birləşmiş Ərəb Əmirlikləri ilə İran arasında mübahisəli olan 3 ada məsələsinə təmas etmişdilər və oranı Birləşmiş Ərəb Əmirliklərinin ərazisi kimi tanımışdılar. Bilirsiniz ki, bu da çox ciddi bir problemdir İranla Birləşmiş Ərəb Əmirlikləri arasında. Çünki çox strateji əhəmiyyətə malik adadan söhbət gedir. Tam o Hörmüz boğazının tam girəcəyində yerləşən bu adalar həm də o qaz və neft zəngini adalardır. Yəni, o çox ciddi orada qaz və neft yataqları bulunmaqdadır. İran onu o vaxtları, yəni belə deyək ki, o 71-ci ildə oralar əvvəl İngiltərənin işğalı altındaydı. İngiltərə bölgədən çəkiləndən sonra 1971-ci ildə İran oranı işğal elədi, oranı götürdü. Orada Birləşmiş Ərəb Əmirliklərinə yaxındır. İndi İran deyir ki, həmən adaların 40% bizə aiddir, 60% o Birləşmiş Ərəb Əmirliklərinə aiddir. Ada da çox kiçik adalardan söhbət gedir. Yəni birinin ən böyüyünün o genişliyi, yəni o sahəsi 12 kvadrat kilometrdir. O biri 11'dir, digəri də, yəni 3 dənə orada ada var. Əbu Musa, o ən böyüyüdür, 12 kvadrat kilometr. Digəri o böyük Tumb adasıdır, o birisi kiçik Tumb adasıdır. Yəni, amma bu adaların balaca olmağına baxmayaraq çox strateji yerdə yerləşirlər. Yəni, o Fars körfəzini keçmək üçün mütləq o adaların yanından keçməlidir. İndi bu ada ətrafında çox ciddi bir müzakirələr gedir və çox ciddi o mübahisələr müharibəyə ilə də nəticələnə bilər. Ərəb ölkələri açıq şəkildə... Çox üzr istəyirəm, hörmətli Heydər bəy. Bu məqamda bir haşiyə çıxmaq istəyərdim. Bəli, həqiqətən də bu adalarla bağlı çox ciddi mübahisələr illərdir davam edir təbii ki. Ancaq son dönəmlərdə xüsusilə də İranın özünə müttəfiq hesab elədiyi Çin belə, misal üçün Ərəb dünyasını bu məsələdə dəstəklədi ada məsələsində.
Bəlkə Çin yox, elə Rusiyanın özü də ərəb ölkələrini dəstəklədi. Niyə dəstəkləyir? Sən 71-ci ilə qədər susubsan, orada İngilisin əlində olanda susubsan. İngilis oradan çıxıb gedəndən sonra ki, o Birləşmiş Ərəb Əmirlikləri müstəqilliyini qazanıblar. Sən iddia edirsən və gedib oranı işğal edirsən, o 3 dənə adamı, ən mühüm yerdə yerləşən bir adamı. Deyirsən, bura mənimdir. Mən məsələ İranın o dərc elədiyi argumentləri ilə tanış oldum. Tamamilə ermənilər kimi. Ermənilər necə tarixdə misal gətirirlər, ay nə bilim, o bizim neçənci kralımız, güya ki, neçə dənə kralları var imiş. Onlardan da biri o bir qəribədə adı var idi. Güya o bu Azərbaycanı, nə bilim, Türkiyənin yarısını alıbdı. İndi bunlar da ona iddia edirlər. Çərki məsələsini mi deyirsiniz? Çərkinin qəribə, tək Çərki deyil. Həmən o kral, dedikləri kral. Güya 2000 il bundan qabaq yaşayıbdı. O kralın adı yadından çıxır, təəssüflər olsun. O hesab edir ki, Urartu dövləti də hamısı bunlarındır. Bunlar böyük bir ərazilərə sahib olublar. Türkiyənin yarısı bunların olub, İranın yarısı bunların olubdur. Özləri cəmcümətanı. Düzdür, İranın əhalisi daha çoxdur. Amma argumentləri tamamilə ona əsaslanır. Yəni, neçənci, nə bilim, o əsrdə, neçənci min illikdə İran mədəniyyətinin nümunələri tapılıb orada. Belə boş-boş nağıllar söyləyirlər. İndi bütün hallarda oranın kimin əlində olması, kimin ixtiyarını keçməsi çox ciddi bir problemdir. İranla Birləşmiş Ərəb Əmirlikləri arasında. Hətta Rusiya belə orada Birləşmiş Ərəb Əmirliklərini müdafiə elədi. İranı müdafiə edən yoxdur, çünki tamamilə haqsız bir vəziyyətdədir. Bəs Türkiyə bu proseslərin arasındadır? İndi gələk Türkiyəyə. Türkiyədə bilirsiniz, Hakan Fidan getmişdi İranda çox ciddi müzakirə apardı. O müzakirələrdən sonra verdiyi bəyanatlarda, yəni hər iki tərəfin verdiyi bəyanatlarda dedilər ki, bir çox məsələləri müzakirə etmişik, bir də regional təhlükəsizlik məsələləri də onun içərisində olubdur ki, orada tək o iqtisadi məsələlərin də müzakirəsi orada edilibdir. Yəni burada artıq ən mühüm məsələ, sonra o logistik imkanlar, dəhlizlərin açılması, o İrandan Türkiyəyə neft və qaz nəqli və Türkiyədən də Avropaya onların nəqli kimi məsələlər gündəmdə olubdur. Ən mühüm məsələ də təbii ki, regionun təhlükəsizliyi. İndi regionun təhlükəsizliyi deyəndə təkcə İsraildən gələn hücum nəzərdə tutulmur, həm də Ərəb dünyasından gələcək hücumlar da nəzərdə tutulur. Bilirsiniz ki, Birləşmiş Ərəb Əmirlikləri təkcə İranla düşmən deyil, həm də elə Türkiyə ilə düşməndir. Türkiyənin bütün o regionda yürütdüyü siyasətlərə qarşı hər zaman Birləşmiş Ərəb Əmirliklərini biz görürük. Təkcə o Türkiyədə deyil, məsələ Sudanda o tamamilə fərqli bir mövqe tutur. Tamamilə İsraillə əlbir olub. Yəməndə o ən çox döyüşən qüvvələrdən biri, o Yəmənə qarşı döyüşən qüvvələrdən biri həmən Birləşmiş Ərəb Əmirlikləridir. Çoxlu dəhşətli pulu vardır və bu pulunu da ancaq müsəlmanların qanını tökməyə sərf edir. Eyni ilə İran kimi. İran da eyni siyasəti yürüdür. Bir-birinə düşmən olmasına baxmayaraq biri şiələri qızışdırır, biri sünniləri qızışdırır və İsrail bu dəfə o İrana tək başına gücü çatmayacağını görüb Birləşmiş Ərəb Əmirliklərini də dövriyyə soxmuş kimidir, dövriyyə salmış kimidir və ən maraqlı odur ki, Ərəb ölkələrdə Körfəz Əməkdaşlıq İttifaqı, yəni İttifaqı deyəndə şurası da artıq Birləşmiş Ərəb Əmirliklərini müdafiə edir və bir tərəfə çevirirlər. Yəni İran ətrafında çox ciddi müzakirələr gedir, çox ciddi qruplaşmalar gedir və bu da İran yaxın zamanlarda İrana qarşı bir hərəkat başlayacağını və bu hərəkatda da Ərəb ölkələrinin də onsuz da bu və ya digər şəkildə iştirak edirdilər deyə İrandan atılan o raketləri göydə ovlayırdılar. Bunların üzərindən keçəndən sonra gedib İsrailə çata bilərdi, ya çata bilməzdi. Bir də birbaşa özlərinin müdaxilə etmə ehtimalları yaranıbdır. İndi bu necə olacaq, nə tər olacaq? Təbii ki, burada Türkiyənin dövriyyə girməsi, hər iki tərəfli yerində oturda bilməsi çox vacibdir. İranın bu məsələdə çox gücsüz bir vəziyyətdədir İran. Onsuz da
hərbi vəziyyətdə, yəni o hərbi qüdrətləri çox zəif idi. Bir də İsrail, Amerika bunlara hücum elədi. Darmadağın dağıtdı demək olar ki, onun o müdafiə sistemlərini. Belə bir vəziyyətdə bir də İran bununla da razılaşmır. Hələ bir hədə-qorxu gəlir. İsrailə hədə-qorxu gəlir, ərəb dünyasına hədə-qorxu gəlir. O, belə deyək, yeri gələndə hətta Türkiyəni də müəyyən qədər təhdid eləməyə başlayır. İndi o, baxmayaraq ki, Türkiyə o regional ittifaqlardan, regional əlaqələrin qurulmasından yanadır. Üstəgəl 3 layihəsi bilirsiniz ki, bizi də maraqlandıran bir layihədir. Bizim də adımız orada keçirdi. Bunu Türkiyə, daha doğrusu Azərbaycan irəli sürübdür, amma Türkiyə də bunun ən böyük müdafiəçisidir. Bu cür ittifaqlar, bu cür işbirlikləri olduğu halda ancaq sən dava qalmaqaldan, aradakı problemləri artıran, aradakı o ziddiyyətləri artıran məsələlər üzrə öz ritorikanı kökləsən, o da gəlib mütləq bir burada qalqıya, dava qalmaqala səbəb ola bilər. Türkiyədə belə bir vəziyyəti istəmir. Açığı bunu regionun tək İranın deyil, həm də regionun özü üçün böyük təhlükə hesab edir. Yeri gəlmişkən, hörmətli Heydər bəy, İran tərəfinin indi söhbət müzakirə mövzusu odur ki, İrana nə qədər güvənmək olar şübhəsiz, əməkdaşlıqda və sair məsələlərdə. Ancaq bu Zəngəzur dəhlizi ilə bağlı bir çox məsələlərə aydınlıq gətirildikdən sonra sizcə İran özü də artıq reallıqla barışıb, artıq əməkdaşlığa mı təşviq edilir? Misal üçün, biz hər birimiz təbii ki, maraqlıyıq ki, sülh olsun, əmrəmanlıq olsun, sabitlik olsun. Bəs İran tərəfi necə? İran o bizim qələbəmizlə, bizim uğurumuzla heç nə vaxt razılaşa bilməz. Çünki bu regionun əsas sahibi özünü görür və hesab edir ki, burada türk varlığı, türk o hegemoniyası başlayarsa, bu İranın özü üçün İranın məhvə aparan bir faktora çevrilə bilər və birinci sürədə haqlıdır. Yəni, söhbət Fars İranından gedir. Amma sən o İranın mahiyyətini dəyişsən, İranı 1000 illik o ənənəvi o cizgisinə qaytarsan, sən problem yox, əksinə bu regionun ən güclü, ən belə deyək ki, o açar isimlə çevrilə bilərsən. Məncə İran bu cür o gic-gic şeylərin peşincə düşüncə ki, bunlar mümkün olmayan şeylərdir onsuz da. Yəni sən Farsın varlığını, Fars hegemoniyasını qoruyub saxlaya bilmərsən, onlar geridə qalmış. Yəni o faktor, o belə deyək də əlimizdən qaçırdığımız qatardır. Sən yeni qatara minib, o yeni qatarla hərəkəti və davam eləməlisən. İranın ən böyük səhvi odur ki, ilişibdir Fars milliyyətçiliyinə, Fars millətçi şuuru ilə hərəkət eləməyə çalışır. Halbuki əhalisinin böyük əksəriyyəti türkdür, digər xalqlar var, yaşayır onların içərisində və onların içərisində yaşayan digər xalqlar və türklər ki, buraya məsələ deyək, digər xalqlar deyəndə Beluçları, mən nəzərdə tuturam, oradakı kürdləri, ərəbləri və digər xalqları nəzərdə tuturam. Onların hamısı müstəqillik arzusundadırlar. Niyə? Sən onları zülm edirsən. İndi sən bu vəziyyətdən çıxa bilmək üçün mütləq əgər istəyirsən ki, öz bütünlüyünü qaytarasan, bütünlüyünü qoruyasan, bütünlüyü təmin eləyən tarixə geri dönməlisən. O tarix hansı tarixdir? O tarix o Səfəvi dövlətinin tarixidir, Qazar dövlətinin tarixidir ki, Qazar dövləti, Səfəvi dövləti zamanında İran bütöv olubdur. İran o dünya, o nəinki o indiki İranda, hətta Əfqanistana qədər, hətta Hindistana qədər ərazilərdə bir çiçəklə qarşılanıb. Niyə? Bu, o İslamın əsas vəd eləyən, yəni İslamın o ən qüdrətli dövlətlərindən biri kimi fatihlər kimi qarşılanıblar. Amma bugün İran deyəndə ağla nə gəlir? İslamı parçalayan, İslam içərisində, dünyası içərisində məzhəb müharibələri salan, ancaq belə o cəmiyyəti geriliyə aparan bir dövlət, bir mexanizm kimi insanların beynində assosiasiya yaradır. İran bu xarakterindən, bu obrazından, bu belə deyək, o imicindən əl çəkməməlidir. Ümumiyyətlə özünü tamamilə buraxıb o türk dünyasına inteqrasiya olmağa çalışmalıdır ki, özünün pis sifətini yuya bilsin, öz günahlarını yuya bilsin. Hörmətli Heydər bəy, sizə təşəkkürümüzü bildiririk. Minnətdarıq dəvətimizi qəbul ediniz, iştirak ediniz. Mən də təşəkkür edirəm ki, məni o fikirlərimi soruşdunuz, mən də fikirlərimi ictimaiyyətə çatdırdım. Var olun, sağ olun. Çox sağ olun.